Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununa edilmiş dəyişikliklərə əsasən dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb. Bunu Səhiyyə naziri Teymur Musayev Azərbaycan Əczaçılıq Sənayesi dünən, bugün və sabah adlı beynəlxalq konferansda çıxışı zamanı bildirib. Onun sözlərinə görə qanuna yeni maddə əlavə edilərək xarici qeydiyyatın tanınması üzrə prosedur müəyyən olunub. Həmçinin nazir bildirib ki, 2025-2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq. Ötən il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən əczaçılıq təhsilinin inkişaf konsepsiyası hazırlanmışdır. Konsepsiyada əksini tapmış ali məktəblər üçün virtual əczaçılıq zavodu layihəsinin həyata keçirilməsi, tətbiqinə başlanılacaq davamlı peşəkar inkişaf proseslərinə əczaçıların cəlb edilməsi, Azərbaycan Tibb Universitetinin Əczaçılıq Fakültəsinin nəzdində elmi istehsalat təcrübə bazasının yaradılması və digər tədbirlərin icrası istiqamətində işlər aparılmaqdadır. Konsepsiyanın tədbirlər planına uyğun olaraq 2025-2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaqdır. Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yozef Torma əczaçılığın iki ölkə arasında əməkdaşlığın əsas komponentlərindən biri olduğunu deyib. Macarıstan müstəqil Azərbaycan Respublikasına dərman ixracına hələ 1993-cü ildə başlamışdır. Gideon Richter 1997-ci ildə Azərbaycanda rəsmi nümayəndəliyini açan ilk xarici əczaçılıq şirkəti olmuşdur və mən Macarıstanın səfiri kimi böyük bir qürur hissi ilə deyə bilərəm ki, 2020-ci ildə EGİS şirkəti Qarabağ müharibəsi zamanı Azərbaycana dərman bağışlamışdır. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sözlərinə görə 2024-cü ildə ölkəyə 862 milyon manat dəyərində əczaçılıq məhsulu idxal olunub. O qeyd edib ki, idxaldan asıllığımız çox böyüdür. Bunun qarşısını almaq üçün investisiya cəlbi istiqamətində işlər görülür. Sahibkarlar tərəfindən sənaye zonalarında 6.9 milyard manatdan çox investisiya yatırılıb və 11 minə yaxın daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16.2 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun da 5.2 milyardlıq manatlıq hissəsi ixrac olunub. Dövlət başçımızın 16-cı il 14 sentyabr tarixli sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı sənaye parkı yaradılmışdır. Kiçik və orta biznesin inkişafı agentliyinin sədri Orxan Məmmədov bildirib ki, KOBİyə tərəfindən mikro və kiçik sahibkarlara 200-dən çox startap şəhadətnaməsi verilib. Onların arasında səhiyyə müəssisələrində elektron idarə etmənin təşkili, tibbi xidmətlərin mobil tətbiqlər üzərindən göstərilməsi, tibbi xidmətlərə qeydiyyat kimi layihələr daxildir. Bugün Azərbaycan bazarında dərman vasitələri ilə təminat əsasən idxal hesabına həyata keçirilir. Bu amil bir tərəfdən idxaldan asılılığa işarə etsə də, digər tərəfdən ölkəmizdə əczaçılıq sənayesinin inkişafına təkan verə bilər və onun üçün böyük imkanların olduğunun bir göstəricisidir. Belə ki, daxili tələbatın hələ tam qarşılanmaması, bu sahədə yeni istehsalların və istehsal sahələrinin qurulması, yerli sahibkarların təşəbbüslərin dəstəkləməsi baxımından da real bir fürsətə çevrilə bilər. Digər çıxışçılar da əczaçılıq sənayesinin müasir səhiyyə sisteminin əsas sütunlarından biri olduğunu bildirdilər. Sonra məruzələr ətrafında geniş müzakirələr aparıldı. Mövzuya dair suallar cavablandırıldı.